Bruce Lee-nin zərbəsinin sürəti cəmi 0,5 saniyə idi. Əl zərbəsinin gücü 1,7 ton, ayaq zərbəsinin ağırlığı isə 3 tondan çox hesab olunurdu. Adi filmlər saniyədə 24 kadrla çəkildiyi halda, onun döyüş səhnələri 1 saniyədə 32 kadrla lentə alınırdı. Çünki hərəkətləri o qədər sürətli idi ki, normal çəkilişdə bir çox zərbələr görünmürdü. Deyilənə görə, o havaya atılan düyü dənələrini çubuqla tuta bilirdi. Əsl adı Li Yunfan olan Bruce Lee 1940-cı ilin 27 noyabrında San Francisco şəhərində dünyaya gəlib. İlk dəfə cəmi 3 aylığında Golden Gate Girl filmində kamera qarşısına keçib. 1941-ci ildə ailəsi ilə birlikdə Hong Konga köçən Bruce məktəbdə çətin günlər yaşayırdı. Anasının yarı alman olması səbəbindən tez-tez sinif yoldaşları ilə mübahisə və davalara düşürdü. Çox vaxt məğlub olduğu üçün özünü müdafiə etməyə qərar verir.